Salamlayıram sizi müəllimlər. Yenidən sertifikasiya müsahibə 2026 izahlarımız davam edir. MİQ müsahibə üçün effektiv hesab edilir. Birinci sualımız belədir. Şagirdlərə düşünmə vaxtı nə qədər verilməlidir? Diqqət etməliyik ki, şagirdlərə düşünmə vaxtı verərkən verəcəyimiz sualların çətinlik dərəcəsi önəmli götürülür. Nəyə görə? Çünki verəcəyimiz suallar çətinlik dərəcəsinə görə sadə, asan suallardırsa 30 saniyə kifayətdir. Yox, əgər verəcəyimiz suallar mürəkkəb xarakter daşıyırsa, mürəkkəb suallardırsa, anlamaq üçün vaxt tələb edirsə, bu zaman 1 dəqiqədə vaxt ayırmaq olar. Lakin inklüziv şagirdlərimiz varsa, biz onlara bu vaxtı biraz da artıra bilərik. İnklüziv təhsil prinsiplərinə əsasən bunu etmək mümkündür və təhsildə bərabər imkanları pozmur, ayrı-seçkili kimi qəbul edilmir. Çünki sağlamlığı məhdud olan şagirdlərin də öz fikrini bildirməsi, anlamaq üçün vaxtın verilməsi, anlamaq üçün onların öz fikirlərini cəmləməsi mütləq hesab edilir və digər şagirdlər cavab verdiyi kimi onların da cavablarını təmin etməliyik. Keçid alırıq digər sualımıza. Şagirdlərinizi rəy ilə necə qiymətləndirirsiniz və rəyi məktəbli kitabçasına yazırsınızmı? Şagirdlərimizi rəy ilə qiymətləndirərkən çalışırıq ki, rəy vaxtında verilsin, rəy konkret olsun, dəqiq, düzgün, aydın, spesifiklik təmin olunsun, inkişaf yönümlü olsun, şagirdin inkişafını təmin eləsin, məqsədinə çatmasına kömək eləsin. Rəy şagirdin bir daha o səhvləri etməməsi üçün ona düzgün istiqamət verən bir vasitə kimi qəbul edilir. Və çalışırıq ki, hər zaman rəy verərkən şagirdin bütünlüklə inkişafını təmin edək. Onun bu səhvləri etməməsi üçün ona düzgün istiqamət göstərək, fəaliyyətini dəstəkləyək, səmərəliliyi artıraq. Rəy xüsusi verilir. Hər bir şagirdin özünə verilir. Ümumi rəy yoxdur, yanlışdır. Rəy qiymət deyil ki, mütləq şəkildə biz onu gündəliyə yazaq. Rəy şagirdin inkişafına verən, istiqamət verən geri bildirimdir. Buna görə də biz çalışırıq ki, məktəbli kitabçasına olar ki, bir dərsdə 6, 7, 8 maksimum şagirdin gündəliyinə rəyi yazaq. Amma rəy şifahi də verilə bilər, yazılı da verilə bilər. Vacib deyil mütləq yazılı olsun. Şagirdlərə biz anındaca şifahi rəyimizi də verə bilərik. Gündəliyə yazmaqda da məqsədimiz budur ki, valideyn bu haqda məlumat alsın. Bunu da vaxt daxilində etmək mümkündür. Bir dəfə 8 şagirdin, gələn dəfə digər bir 6-7 şagirdin, başqalarının, amma o demək deyil ki, biz rəy gündəliyə yazmırıqsa, ümumiyyətlə şagirdə o dərsdə rəy verməyəcək. Xeyr, hər bir şagirdin fəaliyyətinə görə onlara konstruktiv rəy verilir. Çünki birbaşa onların inkişafını təmin edən bir vasitədir. Keçid alırıq 3-cü sualımıza. Şagird nə zaman yenidən qiymətləndirməsini tələb edə bilər? Şagird qiymətləndirmənin nəticəsi ilə razı olmadıqda müəyyən edilmiş qaydalara əsasən etiraz edə bilər, yenidən qiymətləndirməsini tələb edə bilər. Burada qiymətləndirmənin hansı növ olduğu önəmli hesab götürülür və məktəbdə qüvvədə olan bir prosedur kimi nəzərə alınır. Bu da o deməkdir ki, qiymətləndirmənin növü, məsələn, diaqnostikdirsə, zaten bunu müəllim özü aparır. Məktəb başlayanda, bölmənin bəhsinin əvvəlində, fəsillərin əvvəlində, məktəbi dəyişdikdə, sinifi dəyişdikdə bunu şagird yenidən qiymətləndirməsini tələb etməyinin bir anlamı yoxdur. Çünki diaqnostik ilkin bilik bacarıqların qiymətləndirilməsi, mövcud biliklərin nə dərəcədə sahib olunması və həmçində şagirdin meyli, marağı, potensial və digər xüsusiyyətlərinin üzə çıxarılması, aşkarlanması deməkdir ki, müəllim bu istiqamətdə öz planlaşdırmasını qursun. Formativdə düzgün istiqamətlənsin. Formativ qiymətləndirmə zaten inkişafa yönəlikdir. Orada yenidən qiymətləndirməni tələb etmək əvəzinə inkişafı düşünmək, öz üzərində işləmək, rəyləri qəbul etmək, bilmədiklərini öyrənmək daha önəmli hesab edilir. Kiçik summativ qiymətləndirmənin yenidən aparılmasını tələb edirsə, əlbəttə ki, bu zaman məktəb rəhbərliyinə bu barədə xəbər veririk və kiçik summativ qiymətləndirmənin aparılmasını təmin edirik. Sadəcə summativə aparmamışdan öncə elə summativdə verilən tapşırıqlardan bir neçəsini
şagirdin özünə təkrarən təqdim edə bilərik. Görək nə dərəcədə onu cavablandırır, buna nə dərəcədə hazırdır. Yox, yenə də israrlıdırsa, əlbəttə ki, summativ qiymətləndirmə aparılmasını təmin edəcəyik. Bu onun hüququdur. BSG-nin yenidən aparılması üçünsə məktəb rəhbərliyinə müraciət etməlidir birbaşa. 4-cü sualımız. Bir dərsdə neçə refleksiya aparmaq olar? Refleksiya dərsin keyfiyyətini, nə dərəcədə təlim məqsədinə çatdığımızı, şagirdlərin təlim məqsədinə nə dərəcədə yiyələndiyini ortaya qoyan bir məqamdır. Refleksiya dərsdə bir neçə dəfə aparıla bilər. Refleksiyanın dəqiq sayı yoxdur və bir say qoyularaq məhdudlaşdırılmır. Dərsin məqsədinə, mərhələlərinə uyğun olaraq bir və ya bir neçə dəfə aparıla bilər. Əsas məqsəd burada nədir? Şagirdin nə öyrəndiyi, nə də çətinlik çəkdiyi, növbəti addımında nə olduğunu dərk eləməsidir və özünü necə təkmilləşdirməlidir, özündə nələri aşkarlayır, üzərində işləməlidir. Refleksiya bu anlamdan istifadə edilir və həmçinin müəllim də öz təliminin keyfiyyətini anlamış olur ki, bugünkü təlimin keyfiyyəti necə oldu və bugün qurulan təlimin məqsədinə çata bildikmi? Yoxsa biz bu dərslərində qalıb bunu möhkəmləndirməliyik. Refleksiya, məsələn, birbaşa təlim var ki, Rozenşaynin prinsiplərinə əsasən orada bir neçə dəfə refleksiya aparılır, mərhələli şəkildə aparılır. Bunun da effekti bir başqa olur, çünki şagirdlər hissə-hissə öyrəndikcə, plus da üzərinə refleksiya edirlərsə, bu zaman onlar üçün öyrənmə daha asanlaşır, öyrənmədiklərini bir daha qavramış olurlar, müəllim onlara başqa yollarla bunu izah edir və təlimin keyfiyyəti çox effektiv hesab edilir. Belə. Və bir şey deyim ki, suallara bir öndən baxaq ilk növbədə. Konkret vaxt norması yoxdur dedik. Şagirdin suala cavab verməsi üçün konkret bir norma qoyulmayıb, ölçü qoyulmayıb, vaxt qoyulmayıb, mütləq belə olmalıdır. Xeyr, sadəcə şagirdə düşünməsi üçün kifayət qədər vaxt verilməlidir. Kifayət qədər vaxt veriləndə demir, 10 dəqiqə, 5 dəqiqə, 15 dəqiqə, xeyr, müəyyən bir aralıqda nəzərdə tutulur, bayaq dedim. Rəy konkret, inkişaf yönümlü, spesifik, vaxtında verilən və şagirdin məqsədə çatması üçün kömək edən bir rəy olmalıdır. Yəni, konstruktiv, effektiv olmalıdır. 3-cü sualımızda deyə bilərik ki, şagird əgər qiymətlə, yəni nəticə ilə razı deyilsə, müəyyən edilmiş prosedura uyğun etiraz edə bilər, yenidən qiymətləndirməsini tələb edə bilər və biz də müəllim olaraq ona bu işdə köməklik göstərəcəyik. Və sonuncu sualımızda da deyirik, refleksiya aparmaq neçə dəfə lazımdır, neçə dəfə aparılmalıdır. Məhdud sayı yoxdur, dərsin məqsədinə uyğun aparılır, nəyi öyrətmişiksə onu da ölçürük, müəyyən bir meyarlar əsasında aparılır və refleksiya aparılmazsa, sanki o təlimin keyfiyyəti olmayacaq və şagirdlər nəyi öyrənib, nəyi öyrənmədiklərini, çatışmamazlıqları, üstünlükləri aşkara çıxara bilməyəcəklər. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanalımıza abunə olun, paylaşın, bəyənin. Şərhlərinizi gözləyirəm. Dərslərimizə qeydiyyat davam edir. Ödənişli dərslərimizə. Müxtəlif qiymətlərdə qruplarımız təşkil olunub və həmçinin bu aksiyalar üzrədir. Kollektivlə gələnlərə çox münasib qiymət təqdim olunur. 3 nəfərdən, 4 nəfərdən artıq olarsa, həmin qiymətdən yararlana bilərlər. Kiçik qruplarımız təşkil edilir, yenə də kollektivə aiddir bunlar. Qruplarımız artıq dərslərə də başlayıb, sonradan əlavə etmələr də mümkündür, əgər dərs çox təşkil edilməyibsə. Fərdi şəkildə hazırlıqlarımız davam edir ki, bazası olmayanlar, nitqində problemi olanlar, korreksiya olunmaq istəyənlər və həmçinin də belə deyək, sırf olaraq metodika üzrə baza yığmaq istəyənlər də fərdi müraciət edərək hazırlaşa bilərlər. Materialları alıb özünüz də hazırlaşa bilərsiniz. Materiallar münasib qiymətə sizə təqdim edilir. Həm sertifikasiya, həm müsahibə üçün. Hər birinizə uğurlar diləyirəm.